Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun yaradılmasından 60 il ötür. Elə bu münasibətlə institutda aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə institutun idarə heyətinin sədri Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, aqrar elmlər üzrə fəlsəfə doktorları, Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan və Qazaxıstanlı mütəxəssislər iştirak etdilər. Beynəlxalq konfransda aqrar sahənin problemlərinin həllində elm və islahatların inteqrasiya mexanizmləri, müasir becərmə texnologiyalarının tətbiqi, kənd təsərrüfatında genetik biomüxtəliflik və onların həlli yolları, aqrar sahənin inkişafında təhsilin rolu, ekoloji problemlər və aqrar sahədə onların həlli yolları, ərzaq təhlükəsizliyi və aqrar iqtisadiyyatın problemləri kimi mövzular müzakirə edildi. Ətraflı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, bugünədək institut tərəfindən 150-dən çox tərəvəz, bostan və kartof sortu yaradılıb ki, onlardan 67-si rayonlaşdırılıb. 2022-ci ildə institutda pomidorun 150, xiyarın 55, şirin bibərin 57, badımcanın 18, kahının 22 sort nümunəsi qiymətləndirilib. Uyğun olaraq seleksiya üçün ən yaxşı donorlar seçilib. İnstitut 2023-cü ildə keyfiyyət sertifikatına layiq görülüb. Bir sıra tərəvəz bitkilərinin vətəni hesab etmək olar Azərbaycanı. Amma qeyd etdiyim kimi 65-ci ildən Tərəvəzçi Tədqiqat İnstitutu yaranmışdır və yarandığı 60 il müddətində bir sıra elmi nailiyyətlər, ixtiralar, patentlər əldə olunmuşdur. Bugün bir sıra məruzələr olunacaq. Həm yerli mütəxəssislərin, alimlərin, həmçinin xarici mütəxəssis alimlərin elmi məruzələri dinləniləcək. Onların son apardığı araşdırmalarla bağlı təqdimatlar olacaq və bu da həm ölkə daxilindəki, həm də ölkə xaricindəki elmi adamlarının, elmi tədqiqat müəssisələrinin bir-birinə inteqrasiya etməsi üçün olduqca vacib bir məsələdir. Tədbir çərçivəsində peşə fəaliyyətində fərqlənən əməkdaşlara fəxri diplomlar təqdim edildi. Qeyd edək ki, beynəlxalq konfrans işini hibrid formada 2 gün davam etdirəcək.